Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, xüsusən 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlər. Bugün bildiyiniz kimi OTK-nın sayı etibarı ilə 6-cı sınaq imtahanı oldu. 9-cu sinif buraxılış imtahanına uyğun olaraq mən də Azərbaycan dili fənni üzrə verilmiş test tapşırıqlarının izahlarını sizinlə paylaşıram. Siz əgər videonu izləyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Baxaq qələmimizə, normaldırmı? Aha. Başlayaq birinci sualdan. Deyir ki, yalnız köməkçi nitq hissəsi kimi işlənə bilən sözləri müəyyən edin. Burada bizdən nə istədi? Yalnız köməkçi kimi işlənsin. Yəni, başqa bir nitq hissəsi ilə amonimliyi olmasın. Baxıram, ötürü sözü doğrudur. Başqa sözü sifətlə işlənə bildiyi üçün götürmürəm. İkini çıxıram, yəni. Kaş sözünü götürürəm, çünki bir ədat kimi işlənir. Ey sözünü də götürürəm, çünki bir demək, nida kimi işlənir. Sonra sözü isə həm qoşma kimi işlənir, həm də zaman zərfi kimi işləndiyi üçün ona görə çıxıram. Cavab qalır 1, 3, 4, o da olur D variantı. 2. Hansı cümlədə modal sözlə bağlı durğu işarəsi səhv verilib, yəni səhv qoyulub? Yəni, durğu işarəsi modal sözlə bağlı səhv qoyulsun. Sözün doğrusu hamının ürəyindən oldu. Burada sözün doğrusu, yəni bu söz birləşməsidir əslində. Söz birləşməsinin arasında durğu işarəsi səhv qoyulub. Yəni, burada sözün doğrusu modal söz deyil. Ona görə çıxıram. Mən getdim, amma biraz gecikdim. Burada ammadan sonra vergül səhv qoyulub. Burada qoyulmalıydı, düzdür. Amma bu modal söz yox, bu bağlayıcının durğu işarəsində olan səhvidir. Ona görə B-ni də çıxıram. Akif, əlbəttə, yenə bizi çağırırlar. Yəni, burada modal söz işlənib, hər iki tərəfində vergül işarəsi qoyulub, doğrudur. Sözsüz, yenə qalib gələcək. Bəli, təsdiq bildirən modal sözdür, doğru qoyulub. Güya, sanki, elə bil tipli modal sözlərdə durğu işarəsi qoyulmadığı üçün, yəni vergüldən istifadə olunmadığı üçün, güyadan sonra qoyulmuş vergül işarəsi yanlışdır. Ona görə cavab olacaq Y variantı. 3. Hansı demək bağlayıcı, hansı nümunədə bağlayıcı işlənməmişdir? İşlənməmişi istəyir bizdən. Demək, baxıram A-ya. İdmançılarımız qalib gəldilər və biz sevindik. Və bağlayıcısı istifadə olunub burada. Birləşdirmə bağlayıcısıdır. Ona görə A-nı çıxıram. Zəhmət halallıq tələb edir. Lakin bunu hamı bacarmır. Qarşılaşdırma bildirən bağlayıcıdır. Ona görə çıxıram. O danışsın. Siz isə dinləyin. Bu da qarşılaşdırma bildirən bağlayıcıdır. Ona görə onu da çıxıram. C-ni. Biz görüşdük. Halbuki bu bir təsadüf idi. Halbuki də burada bağlayıcıdır. Onu da çıxıram. Çıxdım. Aslan dostu ilə söhbət edirdi. Dostu ilə söhbət edir. Yəni, dostu ilə birgə söhbət edir. Burada birgəlik bildirən qoşmadır. Qoşma olduğu üçün demək, burada cavab olacaq Y variantı. Bağlayıcı işlənməmiş variant Y-dir. Hansı cümlələrdə zərf işlənməmişdir? Bura mənim doğulduğum kənddir. Bura işlənib burada. Ona görə biri çıxıram. Dostlarımızla məktəbin həyətində qarşılaşdıq. Burada dostlarımız, məktəb, həyət, bunlar isimdir. Qarşılaşdıqda feildir. Burada zərf yoxdur. Ona görə ikini götürürəm. İndi yenə gecdir. İndi yenə gecdir. Yəni, burada görürsünüz ki, zərflər var da, ardıcıl düzülüb. Ona görə 3-ü də çıxıram. Yəni, gəlin biri də çıxaq, 3-ü də çıxaq. Gəlin çıxaq. Mən həmişə deyirəm ki, imtahanda yəni, mütləq şəkildə variant çıxın. O sizə kömək olacaq. Baxın, variant qalır A variantı, amma yenə də baxaq. Gözləmədiyimiz halda yağış yağdı. 4-də yoxdur. Demək, 4-ü götürürəm. Ailə üzvlərimizlə birlikdə səhər Şuşaya gedəcək. Nə zaman? Zaman zərfi iştirak etmişdi. Ona görə 5-i də çıxıram. Cavab qalır 2, 4, A variantı. 5. Hansı ifadənin hər ikisi yerinə görə həm sərbəst, həm də sabit söz birləşməsi kimi işlənə bilər? Yəni, sərbəst bildiyimiz birləşmələrdən gedir, söz birləşmələrindən. Sabit söz birləşməsi isə frazeoloji birləşmələrdən gedir söhbət. Başa salmaq və yaxud da həvəslə oxumaq. Həvəslə oxumaq ümumiyyətlə frazeoloji birləşmə deyil, çıxıram. Şeir yazmaq da frazeoloji deyil, çıxıram. Qəlb sındırmaq, ürəyi bulanmaq, bunlar qalsın. Amma qəlb sındırmağa biz həqiqi mənada necə deyə bilər? Qəlbi necə sındıra bilərəm? Ola bilməz, çıxıram. Ucadan oxumaq frazeoloji birləşmə deyil, ümumiyyətlə çıxıram. Tora düşmək, həqiqətən də kiminsə hiləsinə, necə deyim, təsadüf eləmək mənasında. Deyirəm ki, onlar məni tora saldılar. Bir də həqiqi mənada tora düşmək var. Yol göstərmək, kiməsə məsələn cığır açmaq, yol göstərmək, abala bunu belə yox,
belə et mənasında. Bir də həqiqətən də kiməsə yolu göstərirsən, buradan bura get, buradan bura get, həqiqi mənada. Demək cavab olur D variantı. Baxaq 6-cı suala. İsim olmayan hansı sözlər ismə aid qrammatik şəkilçi qəbul edib? İsim olmasın, amma qrammatik şəkilçi qəbul etsin, yəni isimləşmə. Çoxluq sözündə gördüyünüz kimi qrammatik şəkilçi yoxdur. Ona görə birləri çıxın. Birləri çıxdım. 2-yə baxıram. Cəsur, da. Cəsur sözü nədir? Sifətdir. Da yerli çal şəkilçisidir. 2-ni götürdüm. Şəhərli sözündə şəhərli, kəndli bunlar isimdir. Və amma burada qrammatik şəkilçi yoxdur. Ona görə 3-ü də çıxıram. Cavab görürsünüzmü? Avtomatik qalır A variantı. Amma mən 4-5-i də izah edim ki, beyninizdə hər hansı bir sual işarəsi qalmasın. Sağlam sözündə sağ sözündən sağlam, sağlamlıq. Gördüyünüz ki, burada qrammatik şəkilçi yoxdur. 4-ü də çıxıram. 5-i 5-dən 5 saydı i şəkilçisi isə burada təsirli çalın şəkilçisi ola bilər. Ona görə A variantı və yaxud da mənsubiyyət şəkilçisi ola bilər. Onların 5-i. Ona görə də, yəni burada qrammatik şəkilçi istifadə olunub saydı. 2 və 5. Cavab olur A variantı. 7. Cümlədə altından xətt çəkilmiş sözün yerinə görə fonetik təhlillə bağlı doğru fikir istəyir bizdən. Tənbəllik sözü çıxıb bizim qabağımıza, amma diqqət edin. Belə suallarda, yəni əgər sizə belə bir sözləri, sözlərin sonu k ilə, q ilə bitən sözləri və yaxud da b, d, g, c ilə bitən sözləri veribsə və özündən sonra heç bir söz verməyibsə, o zaman birbaşa qaydanı tətbiq edin. Amma burada görürsünüzmü, azad sözün verib. Ona görə tənbəllik sözündə tənbəllik xışdırıq yox. Çünki azad nə ilə başlayır? A saiti ilə başlayır. Tənbəllik formasında olacaq. Bax, buna diqqət edin. Demək, bax, gördüyünüz kimi birinci elə yanlışdır da, düzdür. Birinci yanlışdır. Gəlin yanlışları çıxaq. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. N, m-ya keçib. Tənbəllik sözündə, demək, k, y-ya keçib. Ona görə 2 fərqli məqam var. Doğrudur. Səslərin sayı hərflərin sayından azdır. Nə burada səs düşümü, nə də səs artımı olub. Ona görə 3 də yanlışdır. 3 də yanlışsa A-nda çıxıram. Kar samitlə başlayıb, cingiltili samitlə bitir. Karla başlayıb, cingiltili samitlə bitib. Ona görə də 4-ü də götürürəm. Cavab olur 2, 4, B variantı. 8. Başlanğıc formasında 2 leksik şəkilçi olan sözü istəyir. Razı sözündən razılıqsız. Boz sözündən bozar, bozartmadı. Dost sözündən dostyana. Mehriban sözündən mehribancasına. Bax, görürəm ki, burada 2 dənə şəkilçi, leksik şəkilçi yoxdur. 3 ilə 4-ləri çıxıram. Cavab qalır 1, 2. Burada da gördüyünüz kimi 2 dənə leksik şəkilçi buradadır. 2 dənə leksik şəkilçi buradadır. Başlanğıc formanda müəyyən etmək üçün qoyun işarəliyim. O da sizin beyninizdə bir işarə qalmasın. Burada başlanğıc forma bu olacaq. Burada da başlanğıc forma, çox getdim. Burada da başlanğıc forma bu olacaq ki, axırıncı qrammatik şəkilçiyə qədər. Hansı cümlədə feil söz birləşməsinin aslı tərəfidir? Söz birləşməsinin aslı tərəfi istəyir bizdən. Baxaq. Xəsislik artdıqca qəddarlıq da güclənir. Burada baxıram ki, xəsislik artdıqca söz birləşməsidir. Aslı tərəfinə baxıram. Xəsislik nədir? Feil deyil. A variantını çıxıram. Hazırlaşmağın nəticəsi çox faydalı oldu. Hazırlaşmağın nəticəsi, burada söz birləşməsi budur. Hazırlaşmaq da bəli feildir, məsdərlə ifadə olunub. Ona görə cavab olur B variantı. Görüş vaxtı qısa müddətdə təsdiqləndi. Baxıram ki, burada qısa müddət söz birləşməsidir birinci növ, görüş vaxtı ikinci növdür. Amma burada da, yəni bunlar isimdir, biri isə sifətlə ifadə olunub. Ona görə çıxıram. Məşq edəndən sonra dincəlmək lazımdır. Baxıram ki, bura demək, burada məşq edəndən sonra hissəsi hesab olunur, aslı tərəf. Bax, bu bütöv hesab olunur. Amma bu, demək, məşq etmək sözü ilə ifadə olunub da, yəni feillə ifadə olunsa belə sonra da var burada. İdman etmək sağlamlığın şərtlərindən biridir. Yəni, burada bu söz birləşməsi deyil. Ol, et, bil, qıl tipli sözlər nə yaradır? Mürəkkəb feil yaradır. Sağlamlığın şərtlərindən biri sözündə isə sağlamlığın şərtləri, sağlamlıq isimdir. Şərtlərindən birində də yenə də isimdir, şərtli. Ona görə yeni də çıxıram. 10. Cümlə ilə bağlı doğru fikri müəyyən edin. Meşədəki küknar ağacları yol boyunca sıra ilə düzülərək sanki oradan keçənləri salamlayırdı. Baxıram, deyir ki, məsdər işlənmişdir. Baxım görüm burada məsdər varmı, yoxmu? Yoxdur, məsdər işlənməmişdir, ona görə birləri çıxıram, birləri çıxdım. Həm ismi, həm feili birləşməyə aid nümunə var. Baxıram ki,
Kükünar ağacları ismi birləşmədi. Yol boyunca sırayla düzülərək oradan keçənləri, amma məsələn bu feili birləşmədi. İkini götürürəm. Bağlayıcı işlənmişdir. Baxıram ki, meşədəki kükünar yol boyu ilə sıra ilə düzülərək sanki oradan keçənlər yox, bağlayıcı istifadə olunmayıb burada. Ona görə mən D-də çıxıram. Təsriflənən feil məlum növdədir. Baxıram, təsriflənən feil bax salamlayırdı sözüdür. Salam sözündən salamlayırdı formasında. Bəli, məlum növdədir. Sözün quruluşca bütün növlərinə aid nümunələr var. Baxıram ki, salamlayırdı elə düzəltmədir. Düzülərək düzəltmədir. Ağac sadədir. Meşədəki düzəltmədir. Baxım, buradan görüm. Yəni, mürəkkəb varmı? Boyunca meşədəki kükünar ağacları yol boyunca sırayla düzələrək sanki oradan keçənləri salamlayırdı. Bir dəqiqə burada. Demək, yox. 2 ilə elə 4 olacaq burada. Yəni, mürəkkəbi yoxdur bunun. 2 ilə 4 cavab olur C variantı. Qrammatika suallarının izahı bu qədər. İndi isə keçək mətnə. Mətndə bizə qəfəsdən azadlığa mətni verilmişdi. Mətn çox maraqlı mətn idi. Burada bir, demək, belə deyək də, tacirin bülbül üçün müxtəlif şərait yaratmağı, çox gözəl bir şərait yaratmağı, amma həmin qəfəsin onun üçün dar bir zindan olduğu, hansı ki vətənində isə bir koğuşun ona nə qədər əziz olduğunu göstərmişdi. 11-ci suala baxaq. Mətndəki bu hadisəni real hesab etmək olmaz. Baxaq Y-dən. Qəfəsin qızıl gümüşlə, daşqaşla bəzədilməsini, qəfəs düzəldilə bilər daşqaşla. Bülbülün qəfəsdəki həyatı sevməməsini sevməyə bilər. Bülbül üçün xidmətçi tutulmasını ola bilər. Bülbülü 2 nəfərin izləməsini, bu da ola bilər. Bülbülün quş dilində şeir ifadə etməsi, bu artıq burada allegoriyadan istifadə olunmuşdu da, şəxsləndirmədən istifadə olunmuşdu. Ona görə 11-də A. Bu tacirin diqqətindən yayınmırdı cümləsi hansı işarənin yerində yazılsa, mətnin tərkib hissələri arasında əlaqə pozulmaz deyir. Baxın, pozulmaz deyir. Bizə kvadrat verib burada, burada romb verib, burada üçbucaq, tərs üçbucaq, burada düz üçbucaq, burada isə dairə vermişdi. Deyir ki, bu tacirin diqqətindən yayınmadı. Hər hansı bir hadisənin deyir də, düzdür. Bülbül isə həmişə yanıqlı havalar oxuyub qəm çəkirdi. Bu da tacirin diqqətindən yayınmırdı. Bax, bundan sonra o cümləni qoysaq düzgün olar. Bu da hardadır? Romb işarəsindədir. Təbii ki, cavab olacaq C variantı. 13. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Tacir bülbül üçün bir çarhovuz tikdirmişdi. Baxın, bu çarhovuz onsuz da var idi. Baxın, bir bağçanın ortasında 7 yerdən fəvvarələrlə əhatə olunan ağ mərmərdən qəşəng bir çarhovuz var idi. Tacir bülbülün qızıl qəfəsini həmin çarhovuzun yanında səfalı bir yerdən astırmışdı. Amma demir onun üçün çarhovuz tikdirmişdi. Ona görə yanlışın biri elə 1-dir. Bülbül tacirin özünün düzəltdiyi qəfəsdə saxlanılırdı. Özü düzəltməmişdi qəfəsi. Bax, burada nə deyir? Bax, deyir qəfəsi qızıl gümüşlə, daşqaşla, yox, bu hissə yox, bundan əvvəlki cümlə. Deyir ki, sonra gözəl qəfəs düzəltdirir. Kiməsə düzəltdirir, yəni. Özü düzəltmir. Ona görə 2-ni də götürürəm. Çarhovuzun bir neçə fəvvarəsi var idi. Bax, burada deyir ki, çarhovuz 7 yerdən fəvvarələrlə əhatə olunan ağ mərmərdən bir qəşəng bir çarhovuz var idi. 7 yerdən fəvvarələri var idi. Bəli, doğrudur, 3 doğrudur. Quş dili bilən adam tacirin xidmətçisi idi. Xeyr, tacirin xidmətçisi başqa adam idi. Amma burada deyir ki, bir gün tacir quş dili bilən bir adam tapıb ona deyir. Deyərdi ki, xidmətçini çağırıb deyir də. Demir ki, deyir ki, bir adam tapıb deyir. Ona görə 4-ü də çıxıram. Daha doğrusu 4-ü götürürəm. Çünki yanlışdır axı, yanlış istəyir bizdən. Bülbülün yuvası meşədə idi. Bəli. Çünki orada deyir ki, bir gün quş dili bilən adam həmin o insanla bir yerdə gedir. Gəlib deyir bir meşədə ağac çoğucundakı yuvasına girib deyir ki, ah vətən sən nə gözəlsən. Meşədəki çoğuşuna girir. Demək, bülbülün yuvası meşədə idi fikri düzgündür. Çıxıram. 1, 2, 4 yanlışlar, cavab olur Y variantı. Hansı fikir mətnin giriş hissəsinə aid deyil? Deyil deyir. Giriş hissə haradır uşaqlar? Giriş hissə qələmin rəngini dəyişim. Giriş hissə buradan bura qədər olan hissədir. Buradan bura qədər olan hissəni biz oxuyuruq. Görək ki, orada nədən bəhs olunur. Orada deyirdi ki, bir daşqaşla bəzədir, onun qayğısına qalır, qəfəs düzəltdirir və baxanlar da heyran qalırlar, qəfəsə salır və bir xidmətçi tutur. Baxaq. Bülbülə qulluq edilməsi. Demək, bülbülə qulluq edilir əslində. Hə. Yəni, bu aiddir. Bülbülə qulluq edilir. Aid deyil deyir. Qəfəsin təsviri. Qəfəsin təsviri deyir də, qəfəs qızılla, gümüşlə bəzənir.
Var idi burada. Qəfəsin təsviri var idi. Doğrudur. İnsanların valih olması. Bu da var idi. İnsanlar, baxanlar heyran qalır. Var idi bu da. Bunu da çıxıram. Demək, aid olanları gəlin çıxaq. Niyə özümüzü çətinə salırıq? 2, 2, 3, qaldı 1 ilə 4 və 4 ilə 5. Biri götürürəm onsuz da. Daha doğrusu, biri götürmürəm. Mən burada niyə buna plus qoymuşam bilmirəm. Yəqin yanlış olaraq qoydum. Bir dəqiqə. Çünki mən dedim axı, burada sizə də göstərərək dedim ki, bir bülbülə qulluq edilməsi deyir ki, canla başla ona yəni bir adam tutur və o xidmətçi tutur, o da ona qulluq eləyir. Bu var idi burada. Bülbülün vəziyyətinin müzakirəsi. Bülbülün vəziyyətinin müzakirəsi artıq əsas hissədə baş verir uşaqlar. Əsas hissədə, yəni burada. Ona görə demək 4 aid deyil. Bülbülün izlənməsi bu da əsas hissədə idi. 4 ilə 5 cavab olur A variantı. Yenə deyirəm, orada biri izah elədim, amma biri işarələmişəm, bilmirəm niyə. Olur arada belə şeylər. Mətnin sonuncu cümləsi nəyi ifadə edir? Mətnin sonuncu cümləsinə baxaq. Deyir ki, bülbül burada azaddır, azadlıq hər şeydən üstündür. Bizə bu qədər bir, necə deyim, mətni verməyinin əsasında nə təşkil edirdi? Azadlığın hər şeydən üstün olduğunu da, ona görə əsərin ideyasını təşkil edir. Yəni, adətən əsərin ideyası nəticə hissəsində ifadə olunur. Bax, bunu da unutmuruq. Keçirik 16-cı suala. 16-da nə deyir bizə? Deyir, üzərində rəqəm yazılmış hansı sözlərin kontekstə görə mənası düzgün deyil? Baxaq sözlərə. Görək sözlər hansı sözlərdir? Fəvvarələrlə sözüdür. Fəvvarə ilə, bunu elə işarə elədim ki, fəvvarələrlə, çarhovuz, yanıqlı, sonra qürbətdə və 5 varmı? Çoğuş. Aha. Görək fəvvarə böyük hovuz mənasındadır. Fəvvarə böyük hovuz deyil. Yox, bunu çıxırıq. Qələmin dəyişək. Aha. Demək, böyük hovuz mənasında deyil. Fəvvarə su, fontan vurur. Bax, odur. Təzyiq altında fışqıran su şırnağı. Bax, bu fəvvarə olar, bəli. Amma buna da çarhovuz verib. Çarhovuz da deyil. İkini də çıxıram. Yəni, ikini çıxıram deyəndə bizə aid deyil deyirsə, elə bunları götürürəm də. Mən niyə çıxıram ki? Biri götürdüm, ikini götürdüm. Sonra baxıram 3-ə. 3-də nədir? 3-də yanıqlı. 3-də yanıqlı qəmlidir. Doğrudur. Qürbət yad ölkə doğrudur. Çoğuş da ağacların gövdəsi içərisindəki boşluq, bu da doğrudur. Demək, aid olmayan istəyirsə bizdən cavab olacaq B variantı. Yəni, bunların elə bir ki, yerləri dəyişik formadadır da. Sonra 17 doğru fikirlər istəyir bizdən. Problemlə üzləşir xidmətçi bülbül. Təbii ki, bülbül qəfəsə salınan bülbül idi. Problemin həllinə şərait yaradır. Tacir şərait yaradır. Qəfəsi düzəldən yox. Problemin həllinə iştirak edir. Quş dili bilən adam iştirak edir. Xidmətçi iştirak eləmir. Doğru fikirlər istəyir bizdən. Ona görə 1, 3, 5, daha doğrusu 2, 3, 5 cavab olur D variantı. 18. Mətndəki dialoqda iştirak edir. Dialoqda bülbül iştirak eləmir. Bülbül yəni sadəcə danışır. Bülbülün danışığı var orada. Amma orada ah vətən sən nə gözəlsən deyir. Bax, bu ifadəni bülbül səslənir. Amma kiməsə demir bunu, öz-özünə deyir. Dialoq iki nəfər arasında olan demək danışığa deyilir. Xidmətçinin danışığını görmürük. Quş dili bilən adam tacirlə danışır. Bəli, bunların dialoqunu görürük. Ona görə burada olacaq D. 3-4. Mətnin tərkib hissələrinin plan bəndini müəyyənləşdirin. Tərkib hissəsinin məzmuna uyğun plan bəndi giriş hissəni verib. Giriş hissədə burada nədir? Giriş hissədə qəfəsim demək, belə deyə bilərik də ki, burada yaralı bülbülün tapılıb, onun demək, yaralı bir bülbülü tapır və onu daşqaşla bəzədilmiş bir qəfəsdə. Bülbülün qəfəsə salınması, bunu yazmaq olar bura. Bülbülün qəfəsə salınması. Əsas hissədə verilib bizə. Cahcəlal içində saxlanan bülbülün həsrəti. Nəticə hissəsində isə bülbülün azadlığını yazmaq olar, bəli. Bülbülün nəticə hissəsində bülbülün bülbülün azadlığı yox. Bülbülün azadlığı yox. Burada nəticə hissəsində, bax, bizə burada verib nəticə hissəsini. Deyir ki, tacir ağa hər kəsə azadlığın şirinliyi, belə deyək də. Azadlıq hissinin şirinliyi. Yazmaq olar bunu.
Sonra 20-yə baxaq. Doğru fikri müəyyən edin, seçiminizi əsaslandırın. Tacir yazıb ki, düşüncəsiz, müdrik, anlayışlı insan idi. Yəni düşüncəsiz deməzdim, çünki yəni düşüncəsiz o insan olar ki, etdiyi hərəkəti anlamasın, amma anlayışlı bir dəqiqə, anlayışlı, müdrik, düşüncəsiz. Əslində anlayışlı da demək olmaz, çünki anlayışlı olsaydı, yəni ən azından əvvəldən anlayardı da. Elə düşüncəsiz ola bilər, bəli. Düşüncəsiz idi, çünki bülbülü sərbəst buraxmaq əvəzinə yaralı bülbülü yəni sağaldıb, bax burada yaralı deyir axı. Yaralı bülbülü sağaldıb onu buraxa bilərdi də. Yəni sağaldır da sağaltmanı, amma onun üçün bir qəfəs düzəltdirir və onu saxlayır. Yəni orada başa düşməli idi ki, vətən hər şeydən önəmlidir. Keçək demək növbəti mətnə. Yəni dənizlərin biletsiz səyyahı, remora balığı. Bu da maraqlı bir mətn idi. Əgər mətnlə tanış deyilsinizsə, ekranı saxlayaraq mətnlə tanış olub daha sonra sualları mənlə bərabər cavablandıra bilərsiniz. Baxaq 21-ci suala. Mətnin giriş hissəsində bəhs olunur. Giriş hissədə gəlin işarəliyə giriş hissəni. Bax buradan bura qədər olan hissə giriş hissədir və burada da təbiətin saysız hesabsız maraqlı canlılarla dolu olmağından və okeanların ən hiyləgər canlısı remora balığından deyir. Burada quruda suda yaşayan canlıların müqayisə verilməyib orada. Təbiətin rəngarənginə bəli. Təbiət rəngarəngdir, müxtəlif canlılarla doludur. Remora balıqlarının yapışmaq xüsusiyyəti, heç ümumiyyətlə yapışmaq xüsusiyyətindən danışmırdı həmin hissədə. Canlıların bir-birinə kömək etməsindən, ümumiyyətlə kömək etmədən danışmırdı orada. Remoraların tənbəlliyindən bu da əsas hissəyə aid idi. Yəni baxın, bu hissədə nə verilibsə, biz ona uyğun olaraq götürürük. Demək 22. Yerinə görə üzərinə rəqəm yazılmış sözlərin mənası uyğun deyil. Yəni hansında uyğun deyil. Baxaq sözlərə, sözləri işarələyək başqa rəngli qələmlə. Aləm sözüdür burada. Formalı sözüdür. Sonra burada baxaq 3 harda yazılıb. Münasibət sözüdür. Tamamilə sözüdür. Müasir sözüdür. Demək gəlin baxaq. Aha. Demək bir dünyanın ola bilər. Qələmin rəngini dəyişmədim. Aha. Dünyanın ola bilər, aləmin. Aləm, dünya ola bilər. 2 nə idi? Formalı, oval formalı. 2 şəkilli, bəli, formalı ola bilər. Sonra 3-də nə idi? 3-də münasibət. Yəni bu münasibət hər iki tərəf üçün faydalıdır. Münasibət fərqlənmə uyğun deyil, xeyr. Baxaq digərlərinə. Burada 4-də tamamilə sözü idi. Tamamilə, bütünlüklə uyğun gəlir. Sonra müasir sözü də çağdaş sözünün elə sinonimidir. Ona görə cavab qalır burada B variantı. Yanlış fikri müəyyən edin 23-də. Remolarda anadan gəlmə sorucu orqan olur. Yox, burada deyirdi onsuz da onu bizə. Deyir ki, baxın, burada deyir ki, kürüdən təzə çıxan remor da yapışqan orqan olmur. Sonradan əmələ gəlir. Bax, bu hissə bizə onsuz da verir ki, sorucu orqan sonradan əmələ gəlir. Bu yanlış fikirdir, götürürəm. Remoralar kürüdən çıxır. Burada deyirdi elə həmin abzasda, 4-cü abzasda kürüdən təzə çıxan remorada yapışqan olmur. Kürüdən çıxır, bəli. 2 düzdür. 2 düzdürsə, gəlin düzləri çıxaq. Çıxdıq. Remoraların da yemdən doyduğu vaxt olur. Bu doğru fikir idi də. Yemdən yəni doyduqları vaxt olurdu ki, ovlarını buraxırdılar, yəni. Həmin hissəni tapa bilsəm, yem ilə dolu olan yerlərdən keçərkən öz nəqliyyatına qubul qidalanmaqla məşğul olur. Yəni bu doyduğu vaxt olurdu həqiqətən də. Demək, ona görə 3-ü də çıxıram. Balıqçılar remoralara maraq göstərmirdilər. Baxın, bu abzasın bu hissəsində deyir ki, belə bir səhnə şahid olur ki, qəribə bir balığın köməyi ilə iri dəniz bağalarını tuturdular. Yəni həqiqətən də, yəni burada deyə bilmərik ki, 4 doğru fikirdir, 4 yanlış fikirdir elə. 1 ilə 4 cavab olacaq B variantı. Yəni maraq göstərməsəydilər, niyə onun vasitəsindən kömək edirdilər? 24. Mətndəki hansı fikri real hesab etmək olmaz? Remora balıqlarının yapışdıqları canlıların dərisindəki parazitləri məhv etməsini ola bilər. İnsanların balıqlardan bağaları tutmaq üçün istifadə etdiklərini, bax, balıqlardan burada bizə belə bir şey deyirdi. Deyirdi ki, marağına səbəb olmuşdu Kristofer Kolumbun ki, lövbər salanda bir şeyin şahidi olur ki, qəribə bir balığın köməyi ilə iri dəniz bağalarını tuturdular. Bu qəribə balıq remora idi, yəni ki, necə kömək edirdi. Ondan yəni yapışaraq, yəni necə kömək edə biləcəyini, yəni ağıl biraz uydurmaq olmur.
Remora balıqlarının öz orqanları vasitəsilə hərəkət edən canlılara yapışmasını bu ola bilər. Bəzi balıqların nəqliyyat vasitələrindən biletsiz istifadə etməyini, yəni bu biletsiz istifadə etmək bilirsiniz nədir? Yəni yapışaraq, ona yapışaraq gedir də. Yəni ona görə. Sualtı aləmə məxsus canlının məşhur səyyah Kristofer Kolumbun marağına səbəb olduğunu, bu da ola bilər əslində. Mətndə sualtı aləmə məxsus canlının məşhur səyyah Kristofer Kolumbun yəni Kuba sahillərinə lövbər salanda belə bir səhnənin şahidi olur ki, qəribə bir balığın köməyi ilə dəniz balıqlarını tuturdular. Yox. Bu, yəni bağları tutmaq üçün istifadə etdiklərini yenə də yəni real hesab etmək olmur da. Yəni necə bağları tutmaq üçün kömək eləyə bilər ki? Yəni bunun sahilə çıxarmağı haqqında da bir məlumat verilməyib burada. 25. Çərçivə daxilində verilmiş ifadə ilə bağlı doğru fikri müəyyən edin. Çərçivə daxilində verilmiş ifadə burada əmələ gəlir ifadəsidir. Bax burada deyir ki, kürdən təzə çıxan remorada yapışqan orqan olmur. O sonradan əmələ gəlir. Yəni yaranır mənasında da burada. Fəaliyyət göstərir mənasında deyil ümumiyyətlə. Mətndəki yerinə görə həqiqi məna sözlə əvəz oluna bilməz. Yaranır. Niyə ki? Mətndəki kontekstdə doğulur sözü ilə yox. Orqanın doğulmağı yox. Məcazın yaranmaq sözü ilə bəli. D variantı. İnkişaf edir mənasında da deyil. 26. Eyler-Venn diaqramdakı doğru fikirləri. Remora balığı balina. Burada sualtı aləmin sakinlərindən hesab olunur fikri ortaya yazılmalıdır. Bir ona görə yanlışdır. Bir yanlışdır. Gəlin birləri çıxaq. Canlı cansız varlıqlara yapışa bilir. Canlı varlıqlardan oradan adlarını çəkmişdi ki, burada baxın həmin hissəni göstərim sizə ki, burada baxın, tapa bilmədim ki nəyə yapışdıqları. Burada balinaya, dəniz bağalarına, bəzən gəmilərin suda olan hissəsinə yapışır. Onlarla birgə səyahətə çıxır. Demək bu balinaya da yapışır. Dəniz bağasına da yapışır. Gəmilərə də yapışır. Yəni canlı və cansız hər şey yapışa bilir. Demək 2 doğrudur. Canlı varlıqdır. 3 doğrudur. Özündən dəfələrlə ağır çəkisi olan tısbağanı çəkə bilər. Balinadan necə dəfələrlə ağır çəkisi olan tısbağa? Yəni bu absurddur. 4 yanlışdır. Yer üzünün ən böyük məməlisi hesab olunur. 5 də doğrudur. Bu fikir verilmişdi yəni burada. Ki yer üzünün ən böyük məməlisi olan balina. Bax bu hissədə verilmişdi. Ona görə 5-i də götürürəm. Burada olur 1, 2, 3, 5. Cavab olur Y variantı. 27. Mətn əsasən klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Remora balığının nəqliyyat vasitəsi ola bilər. Köpək balığı ola bilər, amma klasteri tamamlaya bilməyənləri deyir də bizə. Gəmi ola bilər, avtomobil ola bilməz, balina ola bilər, dəniz bağaları ola bilər, təyyarə ola bilməz. Ola bilməzlər deyirsə 2 ilə 5. Cavab olur Y variantı. Sonra, qədim dənizçilərə görə remoralar əfsanə yarada bilir, xırda balıqları qidalanır, okean yaşayır, kürdən gəmiləri dayandıra bilir. Bəli, bu deyir ki, baxın burada deyir ki, demək, inanırdılar ki, bu balıqlar gəminin altına yaşaraq tamamilə dayandıra bilər. Hətta deyir, qədim Roma imperatoru Caligula'nın gəmisini remoralar tərəfindən dayandırılığına dair əfsanələr də mövcuddur. Yəni ona görə A variantı. 6-cı abzasda sonuncu cümləni tamamlamaq üçün nöqtələrin yerinə uyğun ifadə yazın. 29-cu sualda elə həmin cümləni deyir bizdə. Tərəfindən dayandırıldığına dair əfsanələr mövcuddur. Əlbəttə, müasir elm sübut edir ki, bir balığın nəhəng gəmini dayandırması fiziki cəhətdən mümkün deyil. Lakin bu inanc onlar arasında geniş yayılmışdı. Və yaxud da lakin bu inanca hələ də inananlar var. Bu formada yazmaq olar. 30. Mətnə əsasən cədvəli tamamlayın. Remora balığına aid xüsusiyyət, bu xüsusiyyətin remoraya aid edilməsinin səbəbi. Hiləgərlik. Hiləgərlik, baxın burada hiləgərlik nəyə görə? Çünki o... Bir dəqiqə. Hiləgər canlı hesab olunurdu. Nəyə görə hiləgər canlı hesab olunurdu? Baxın o, yəni... Burada deyir ki, qəribə bir balığın köməyi ilə iri dəniz bağalarını tuturdular. Bu baxımdan hiləgər ola bilər. Bir də biletsiz sərnişinlik etməyi üstün tuturlar. Bax bu. Biletsiz sərnişinlik. Hiləgər idilər də. Yəni onu yazmaq ola bilər. Biletsiz hilə işlədirdilər.
Sərnişinlik. Bir də tənbəllik var idi. Tənbəlliyi də yapışaraq baxaq. Bax, məsələn, hiyləgərli yem ilə bol olan keçərkən öz nəqliyyatından qopurdu. Qidalanmaqla məşğul, bunda yazmaq ola bilər. Bir də tənbəlliyi yapışaraq üzməyi və müəyyən bir müddət sonra isə onlardan qopmağı hesab eləyə bilər. Müəyyən bir müddət sonra deyəndə ki, yem çox olan yerdə isə öz ovundan qopurdu, yəni. Bu belə. Yəni, testin izahı bu qədər. Siz əgər videonu izlədinizsə, video sizin üçün faydalı oldusa, təbii ki, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Kim nə qədər düz yazıb.